Mən iqtisad elmlər namizədiyəm. Azərbaycana gəlmişəm. Dayılarıma, əmlərimi ziyarət edirəm. Dayımın evinə getmişəm. Dayım oğlu mənə sual soruşdu. Aliməm, iqtisad nədir? O gözlür ki, dayımın yanında mən buna cavab verə bilməyim və biabır olur. Lan mən sənin dayım olursan, mən xalan oğluyam, sən mənimlə qürur duymalısan, məni uzatmalısan. İqtisad nədir deyə sual mı olar alimə? Olmaz. Başkasının sevincinə üzülmək, başkasının üzüntüsünə sevinmək, başkasını qısqanmaq, başkasının uğurunu istəməmək ümumi olaraq bazarda bir xəstəlik. Ona görə də dayanıqlı olmaq, şirkət sahibkarlarının şirkətə aid olanın şirkət kontrolündə ola bilməsini bacarması lazımdır. Bu bacarıq yoxdursa, kimi kılan güclə eləmisənsə, o ünsiyyət qırılmama ehtimalı yoxdur. Hər gün sevgi, məhəbbətdən danışa bilmərsən ki, bir günə negativ danışacaqsan. Adama sən elə açarlar, elə rıçaqlar vermirsən ki, adama bir söz dediği zaman sənin bir çox mexanizmanı qıra bilər. Şirkətlərin balalamasının səbəbi də budur. Şirkətlər balalayıb da, bilirsiniz. Nə deməkdir şirkətlərin balalaması? İçindən çıxa gəlirsən, başqa bir şirkət. Şirkətlərin balalaması güclü klanların əldə etdiyi məlumatların kənarda yeni şirkət qurmasına səbəbkar ola bilər.